Salam, hər vaxtınız xeyir olsun, əziz, çox dəyərli izləyicilərim. Sizinlə danışan Mərfət Ustadır. TikTok səhifəmizdən zəhmət olmazsa videolarımızı izləyirsiniz. Yeni videolarda da gəlməsini istəyirsinizsə, bəyən atıb takib atmağı unutmayın. Zəhmət olmazsa. Diqqətinizə görə çox minnətdaram. Sağ olun, var olun. Yaxşı ki, sizlər varsınız. Vallahi hər bir işi Allahın izni ilə düzürəm, qoşuram, qəşəng, səliqəli, keyfiyyətli. Təsəvvürə gətir ki, dəmirdən adam yaradıram. Amma bir də ürək qoya bilmirəm, o da Allahın işidir. Sağ olun, diqqətinizə görə minnətdaram. Mərfət Ustanın çoxdur istedadı, kimi bilir, kiminə gələ bilər adi, gələ bilər adi, gələ bilər adi, di. Adama neynir, özünçə eləyir. Qırağın nə işi var ki bizlə? O söz var bir dənə deyir, qurd ağacı içərdən yeyər. Eyni söhbətdir. Bəzi insanlara baxırsan ki, həqiqətən özünə adam canın verər. Amma ətrafının cudazına həyatın cəhənnəmə çevirib. İndi bir məsələyə toxunacam. Bu şey 90% insanlarda var. Elə zamaniyə gəlib çıxmışıq ki, kimsə bizə həqiqətən yaxşılıq eləmək istəyəndə, bizi həqiqətən çox istəmək istəyəndə, isti münasibət göstərəndə o insana inanmırıq. Elə bilirik ki, bu da istifadəçidir. Bu da işi düşəndə yaxınçılıq eləyənlərdəndir. Amma əslində bəlkə də Allahın ən sevdiyi bəndəsidir o. Belə hallarda arada bir zəmaniyə yox, biraz da özümüzçü dediyimiz ətrafımıza nəzər salmalıyıq. Çünki bu travmaların əsl səbəbi onlardır. Pulpara qohumlarından tutmuş, qulluğumdayam deyib bir ildən bir insanı yada salanlara kimi tanıyıram. Heç nə demirəm. Allah onları sadəcə hidayət eləsin. Başqa etsin.